Salam yoldaşlar, hər birinizi salamlayıram. Artıq buraxılış imtahanlarını geridə qoymuşuq. Blok imtahanlarına hazırlaşmağa başlayıbsınız və sizlər üçün yenidən DIM və OTK testlərini izah edəcəm. DIM-in qəbul sualları, sınaqları və OTK sınaqları bilirsiniz ki, OTK sualları da DIM tipli olur və sınağın izahına keçməmişdən öncə sizə sürət qrupumuz haqqında məlumat vermək istəyirəm. Sürət qrupumuz həftədə 3 dəfə 2 saat dərslər keçiriləcək və 2 ay ərzində tam proqram sona çatacaq. Proqramdan əlavə, yəni dərsdə canlı sual-cavab olacaq. Bunlardan əlavə sınaq qrupu olacaq. Dərs qrupuna qoşulan hər bir şagirddə sınaq qrupuna əlavə ediləcək. Sınaq qrupunda sırf 60 test var. DIM-in qəbul sualları, DIM-in sınaqları, OTK sualları və model testlər. Sırf DIM və OTK testləri olacaq və bilirsiniz ki, qəbul imtahanlarında bu DIM-in və OTK testlərinin bir bazası var. Onlar hamısı qarışdırılırlar və onların içərisindən suallar çıxarılıb sizlərə təqdim olunur. Yəni o testləri işləyəndən sonra artıq qəbul imtahanına hazır şəkildə gedə bilərsiniz. Deməli, dərslərimizə qoşulmaq üçün əlavə məlumat üçün 050 453 2286 nömrəsinə yazıb məlumat əldə edə bilərsiniz. Aşağı hissəsinə də videonun aşağı hissəsinə də nömrəmi qeyd edəcəm. Və onu da deyim ki, dərslərə qoşulmaq üçün ödəniş hər bir kəs üçün münasibdir. Deməli, başlayaq birinci sualdan. 1941-ci ildə ABŞ 2-ci Dünya müharibəsinə qatılmasına səbəb oldu. Bilirik ki, Yaponların ABŞ-ın Pearl Harbor bazasına zərbə endirdi və daha sonra ABŞ 2-ci Dünya müharibəsinə daxil oldu. Bunu yadda saxlayın ki, ABŞ 2-ci Dünya müharibənin əvvəlində qoşulmuşdusa, 1-ci Dünya müharibəsinə isə müharibənin sonunda qoşuldu. Bu ABŞ-ın fərqidir 1 və 2-ci Dünya müharibəsinə qoşulmağının. Daha sonra ikinci sual. Uyğunluğu müəyyən edin. Deməli, qədim Misir və qədim Çin. Baxın, bu hissədən də mütləq bir sualınız gələcək, təxminən bu hissələrdən. Deməli, təqvimdən istifadə edilməsi, bilirik, təqvim hər ikisinə də aid olan xüsusiyyətdir. Həm Misirdə, həm Çində var idi. İlk kompasın ixtirası, kompas bilirik ki, Çinə aiddir. Deməli, 2 olur B. Daha sonra sıfır rəqəmini işlə və tətbiq edilməsi, bu Hindistandır. Baxın, C-ni çıxanda B ilə C-də getdi. Daha sonra ulduzların xəritəsinin çəkilməsi, bu Misrə aiddir. Ulduzların xəritəsini çəkirlər. Konfutsi təlimi də hara aiddir? Çinə aid olacaq. Deməli, 1-ə B ilə Y olacaq. Daha da üzr istəyirəm, 1-ə A olacaq, 2-yə B ilə Y olacaq. 1-ə D olacaq, 1-ə D, 1-ə D, 2-yə B, Y, 3-ə də A olacaq. Cavab olacaq nə? D bəndi olacaq. Üçüncü sual. Ərəb xilafətinin 8-ci əsrin əvvəlləri tarixini xarakterizə edirdi. Yəni 700-cü, 710-cu illərə aid olanları götürürük. Dövlətin Bağdad xilafəti adlandırılması bu aiddir. Bu 762-ci ildir. Daha sonra paytaxtın Dəməşq şəhərinə köçürülməsi bu 661-dir. Bu da aid deyil. Xürrəmlər hərəkatına qarşı mübarizə aparılması 778-də başlamışdı xürrəmlər. Bu da 8-ci əsrin əvvəlləri yox, ikinci yarısına düşür. İspaniyanın işğal edilməsi, bəli, İspaniya 711-ci ildə işğal edilmişdi. Bu 8-ci əsrin əvvəllərinə düşür. Əməvilər sülaləsinin əsasının qoyulması da 661-dir. Əməvilərlə paytaxtın Dəməşqə köçürülməsi eyni hadisədir. Burada cavab nə olacaq? Cavab olacaq D bəndi. Baxın, mən işləri isə siz də testləri saxlayıb işləyə bilərsiniz və sonda neçə düz yazdığınızı rəylərdə göstərə bilərsiniz. 1603-cü il İngiltərə və 1328-ci il Fransa tarixində baş vermiş hadisələrin oxşar cəhəti. Bu 1603-cü il artıq beləliklə İngiltərə tarixində var, qalır Stuartlar sülaləsinin hakimiyyətə gəlməsi. 1328-ci ildə Fransada Valo sülaləsinin hakimiyyətə gəlməsi proqramdan çıxarılıb, öyrənməyəcə ehtiyac yoxdur. Sadəcə bu testlər 2022-ni deyənə və həmçinin məsələn 3-cü sual qalır. Sadəcə testlərin müəyyən hissəsində belə deyək də proqramdan çıxarılıb və testləri izah edəndə də həmçinin dərslərimizdə də təbii ki, bunları qeyd edirik ki, bu hissələr artıq çıxarılıb, öyrənməyə ehtiyac yoxdur. Burada nə olacaq 4-də? 4-də dedik ki, olacaq hakimiyyətə yeni sülalələrin gəlməsi.
5-ci sual Osmanlı Sultanı II Mehmedin hakimiyyəti üçün səciyyəvi. Baxın, Osmanlı dövlətinin 1302-ci ildən 1571-ə qədər mütləq hər il bir sual düşür. Yəni Osmanlı dövlətinin birinci hissəsindən hər il mütləq bir sual düşür. Həm ikinci qrupa, həm üçüncü qrupa. İkinci Mehmedin hakimiyyəti ilə yazırıq və deyirik ki, test işləyəndə öyrənmək üçün işləyirik də testi. İmtahan deyil ki, belə deyək, gözə yarı testi bilmirsə, yola verək, testin ancaq düz cavab belə deyək, çıxdaşla düz cavab tapmağa çalışaq. Testi işləyən zaman çalışaq ki, nəsə öyrənməyə çalışaq. 1451-81 yazdıq Mehmedin hakimiyyəti ilə. Tutaq ki, bilmirsə kitaba baxıb ilin yazaq bunu. Ağqoyunlu dövlətində müharibələrin aparılması, bəli, bu doğrudur. Ağqoyunlu bəyliyindən də müharibə aparıb. Qoylisar döyüşü 1461. Daha sonra dövləti ilə də müharibə aparıb. Döyüşləri sayaq. Beyşəhər döyüşü, Malatya döyüşü, Otluqbel döyüşü. Bizans imperiyasının varlığına son qoyulması 1453. Bu da doğrudur. Əlcəzairin ələ keçirilməsi aid deyil. Qanunlar toplusu 1476 Mehmedə aiddir. 1, 2, 4 olacaq. Burada cavab olacaq A bəndi. Deyə bilərsiniz ki, 5-i niyə götürməliyik? Malatya döyüşünü saymışdıq. Amma burada yazıb ki, Malatya döyüşünə qələbə qazanması. Malatya döyüşünə qələbə qazanmamışdı. Məğlub olmuşdu. Baxın, döyüşləri buraya yazıram. Birinci Qoylisar döyüşü, bilirik ki, Qoylisar, illərini yazmayacağım artıq deyəcəm, Qoylisar döyüşü. Daha sonra Beyşəhər döyüşü, Beyşəhər döyüşü. Daha sonra Malatya yazıram və aşağısından da bir dəqiqə buradan yaxşı olmadı. Deməli, baş hərflərini yazıram. Bax, Qoylisar döyüşü, Beyşəhər döyüşü, Malatya döyüşü, Otluqbel döyüşü. Baxın, birincisində qalib gəlib kim? Ağqoyunlular. Yadınızda saxlayın. Ağqoyunlular. Bunlar sıranı pozmayıblar heç vaxt. Birincisində Ağqoyunlular, ikincisində Osmanlı, üçüncüsündə yenə Ağqoyunlular, sonuncusunda yenə Osmanlı. Osmanlı. Yəni, Malatya döyüşünə kim qalib gəldi? Ağqoyunlu. Amma burada yazılmış ki, Malatya döyüşünə qələbə qazanmışdı kim? Nədir? Ağqoyunlular. Daha doğrusu Osmanlılar. Amma Malatya döyüşünə Ağqoyunlular qələbə qazanmışdı. Baxın, bunu yadda saxlayın ki, bunlar ardıcıllığı pozmayıblar. Bir döyüşdə Ağqoyunlular, bir döyüşdə Osmanlılar qalib gəlib. Belə yadda saxlayın. Daha sonra 6-cı sual. Tarixi biliklərimizdən bizə məlumdur ki, 17-ci əsrin sonunda Azərbaycan iqtisadiyyatı dərin tənəzzül keçirirdi. Bəli, həmin tənəzzülün səbəbi olan xarici iqtisadi amil və ya amilləri müəyyən edin. Qərbi Avropa ölkələrində kapitulyasiya hüququnun verilməsi bu aid deyil. Ümumiyyətlə, səbəblər hansısa bir dövlətlər kapitulyasiya hüququ verməmişdilər. Biri yanlışdır. 2. Avropada yüksək keyfiyyətli manufaktura məhsullarının istehsalının artması. Bəli, Avropada bu məhsulların istehsalı artırdı, səfəvilərdə istehsal olunan məhsullara ehtiyac qalmırdı. Dövlət idarəçiliyində böhran. Bu da səbəb idi, zəifləməsinin səbəbidir, amma daxili səbəbidir. Onun üçün 3-ü götürmürük. Vergi mükəlləfiyyətlərinin artması da daxili səbəb olduğu üçün bunu da götürmürük. Cavab orada yalnız 2 C bəndi. Baxın, Qərbi Avropa ölkələrində kapitulyasiya hüququnun verilməsi Osmanlıya aiddir. Osmanlı dövləti Qərbi Avropa ölkələrində kapitulyasiya hüquqları verilirdi. 7-ci sual. Birinci Dünya müharibəsində məğlub olmuş dövlətləri xəritədə müəyyən edin. Biraz yaxınlaşdıraq xəritəni, deməli. Birinci Dünya müharibəsində əvvəlcə ölkələri göstərək. 1. Bilirik ki, İngiltərədir sırayla, 3. Fransadır, 2. Almaniyadır, 4. İtaliyadır, 5. Osmanlıdır. Bu hissə haradır? İspaniyadır, bu hissə Portuqaliyadır, bu hissə də Rusiyadır. Verilməyib rəqəmlərlə. İndi heç Birinci Dünya müharibəsində məğlub olmuş. Bilirik ki, nə deməli İngiltərə qalib, Fransa qalib, İtaliya qalib. Çünki İtaliya 1915-də kimin tərəfinə keçdi? Antanta. Antanta qalib olduğu üçün avtomatik İtaliyada qalib. Dördlər İttifaqında olan əvvəl Üçlər İttifaqı idi. Bilirik ki, 1915-ci ildən sonra İtaliya keçdi Antantanın tərəfinə. Onun üçün Almaniya, Avstriya, Macaristan və Osmanlı, Bolqaristanın yanlarına çəkdilər. Oldu Dördlər İttifaqı. Məğlub olan təbii ki, Almaniya idi və Osmanlı idi. Cavab olacaq 2-5. 2-5 C bəndi. Burada sizə nəyi göstərəcəm? Baxın, bunun aşağısında bu ərazilər harada Avstriya, Macaristan imperiyasıdır. Bunu da yadınızda saxlayın. Daha sonra 8-ci sual.
1875-ci il və 1883-cü illərə uyğun gələn mühüm hadisələr. ABN Milli Mətbuatın əsasının qoyulması 1875-də Əkinçi qəzeti doğrudur. Bakıda İş Teatr binasının tikilməsi Tağıyev tərəfindən 1884 cavab olacaq ABN-dir. Baxın, testlər işləyəndə ABN-i tapandan sonra keçmin. Digər hadisələrdə sırayla sayaq. B bəndi, İş Qazan məktəbinin açılması. Bu nə vaxtı? 1830-cu ildə Şuşada İş Qazan məktəbi açıldı və Şuşadan sonra da İrəvanda açıldı. Bunu da yadınızda saxlayın. Azərbaycan Qiraətxana 1895-dir. Uyğun deyil, cavab deyil. Onsuz cavabını tapmışıq cavabımızı. C bəndi, İş telefon xəttinin çəkilməsi 1886. Bakı Tiflis dəmir yolunun çəkilməsi 1883. Baxın, bunun 1883-dür. Bundan uyğun gəlir. Amma birinci hissəsi uyğun gəlməyənə görə cavabımız deyil. Rəsmi olaraq orta məktəblərin əsasının qoyulması 1865-dir. Milli Teatrın əsasının qoyulması 1873-dür. Milli Teatrın əsasının qoyulması. Milli Teatr dedik 1873-cü ildir, aid deyil. İlk manufakturaların yaranması da 1827-dir. Yadımızda saxlayaq ki, Azərbaycanda ilk manufakturaların yaradılması 1827-dir. Azərbaycanda kapitalist münasibətlərin yaranması da 19-cu əsrin birinci yarısına təsadüf edir. Şəhərlərdə əsasən deyə bilərik ki, 19-cu əsrin birinci yarısında, kəndlərdə kapitalist müəssisələri yaranmağa başladı 70-ci ildən sonra. 9-cu sual. Hadisə nəticələrinin doğru verildiyi cavabı göstərin, düz olanı götürürük. Abbasilər sülaləsi hakimiyyətə gəlməsi 750. Mehranilər sülaləsinin hakimiyyətdən sonra çatması xeyr. Mehranlərin hakimiyyəti sona çatdı 705-ci ildə. Onda Əməvilər idi. O görə cavabımız deyil. B bəndi, Ərəb ordusuna türk mənşəli sərkərdələrin təyin edilməsi, ərəblərin göndərdiyi ilk nizam ordunun xürrəmləri məğlub etməsi deyil. Bu ilk nizam ordu 819-dur, yanlışdır. Amma ərəb ordusuna türk mənşəli sərkərdə Afşin 835-də təyin edilmişdir. Buna görə baxın, bu hissə Ərəb Sasani hissəsi, belə deyək, oxuyanda siz abituriyentlərə, məzunlara və yaxud da ki, müəllim namizədləri olsun, çətin görünmür. Amma baxın, belə bu hissədən belə çətin suallar çıxardırlar. Ona görə də onun üçün də həmin hissələri oxuyarkən diqqətli olmaq lazımdır və testi oxuyarkən də diqqətli olmaq lazımdır. C bəndi, Alban hökmdarı xəlifə Muaviyyə ilə görüşməsi Cavanşirin xilafətin Albaniyanın daxili müştərilərinə toxunmaması. Bu doğrudur. Cavabımız elə olacaq C bəndi. D bəndi, ərəblərlə Mərzban İsfəndiyar arasında sülh bağlanması 643, ərəblərin Azərbaycanı tamamilə işğal etməsi yanlışdır. Bir hissəsini işğal etmişdir. Bizans dövlətinin süqutu, Cavanşirin Xəzərlərlə yaxınlaşması yanlışdır. Ümumiyyətlə, Bizans dövləti 1453-də süqut edib, amma Cavanşir 642-681-ci illərdə hakimiyyətdə olmuşdur. Deməli, cavab olacaq burada C bəndi. 10-cu sual. Şimali Azərbaycan və Cənubi Azərbaycan 20-ci əsrin 1-ci rübünə aid olanlar. 1-ci rüb deyəndə 1900 və 1925 yazırıq burada. Dövlət müstəqilliyində ingilislərin köməyi ilə bərpa edilməsi xeyr, heç birinə aid deyil. Soyqırıma məruz qalması, bəli. Mart soyqırımı, Urmi bəlası. 2 nədir? Ümumi cəhətdir. Hər ikisi də 1918-ci ildə olmuşdu, yadımıza saxlayaq. Antana dövlətləri tərəfindən tanınması Şimali Azərbaycanda AXC-yə aid olsa da Cənubi Azərbaycana aid deyil. Milli hökumətin yaradılması aiddir. Cavab olacaq nə? 2-4 B bəndi. Deməli, Şimali Azərbaycanda milli hökumət nə vaxt yaranmışdı? AXC-nin yaranmasından götürülür. 1918. Cənubi Azərbaycanda da milli hökumətin yaradılması 1920 iyun ayı. Osmanlı dövlətləri bir ittifaq bağlamışdı AXC. Yəni Cənubi Azərbaycan bağlamamışdı. 5 ona görə yanlışdır. Götürülmüş, ümumi deyil. 2-4 ümumi cavabımız olacaq. 11-ci sual. Azərbaycan bütün şimal xanlıqlarının 19-cu əsrin 1-ci yarısı üçün oxşar cəhət hamısının süquta uğraması olacaq. Cavab olacaq C bəndi. Baxın, onları da çalışın əzbərləyin. Çünki xronoloji cədvəl kimi qarşınıza çıxa bilər. Oxşarlıq kimi qarşınıza çıxa bilər. 12-ci sual. Frank hökmdarı Böyük Karla aiddir. Böyük Karlı yadında salaq ki, nə vaxt? Deməli, 768-814-cü illərdə hakimiyyətdə olmuşdur. Partiya döyüşünün ərəblərə qalib gəlməsi bu 732-dir. Aiddir. Karl Martelə aiddir. Avar xaqanlığının süquta uğradılması bu aid olacaq Karla. Müqəddəs Roma İmperiyasının əsasını qoymuşdur 1-ci Otto 962-də. Bu da aid deyil. Şərq ölkələrinə qarşı xaç yürüyüşü. Ümumiyyətlə xaç yürüyüşləri 1096-99-da başladı birinci. Bu da deyil.
Fransanın birləşməsi ondan mübarizədə kral hakimiyyətinin güclənilməsi söhbət gedən üçün Frank dövləti parçalanandan sonra Fransa krallığı yaranmışdır. 13-cü sual. Azərbaycanın 6-4-cü minilliklərə aid xarakter xüsusiyyətləri müəyyən edin. Deməli, toxuculuqda iyuculuqlarından istifadə edilməsi bu doğrudur. Eneolit dövrünə aid vulkanik xüsusiyyətlərin əməcə alətlərinin hazırlanmağa başlaması yanlışdır. Deməli, bu at paleolitdən başlamışdır. Vulkanik xüsusiyyətlərdən əməcə alətləri hazırlanmağa başlanması. Əhalinin məşğuliyyətinə sənətkarlığın mühüm yer tutması doğrudur. İstehsal təsərrüfatına keçirilən əsası mezolit dövründə idi, bu aid deyil. Bizə məlum olan ev heyvanlarının demək olar ki, hamısının əhəlləşməsi bu da aiddir. Cavab olacaq nə? 1, 3, 5 C bəndi. 14-cü sual. Birinci Dünya müharibəsi illərində AXC-nin həyata keçirdiyi dövlət quruculuğu. Baxın, 1918 noyabra, 9 noyabra qədər olan tarixləri götürməliyik biz. Deməli, Bakı Universitetinin açılması, ümumiyyətlə universitet açılması təhsillə hər hansısa bağlı bir hadisə dövlət quruculuğu deyil, mədəni quruculuğa aiddir. Bundan əlavə isə Bakı Dövlət Universiteti nə vaxt açılmışdır? 1919-dur. Heç ili də uyğun gəlmir. Deməli, A deyil. Dövlət bayrağının qəbul edilməsi, bəli, bu olacaq. Dövlət bayrağının qəbul edilməsi, cavab olacaq B bəndi. Neft sənayesinin milliləşdirilməsi aid deyil. Məktəblərin milliləşdirilməsi tarix olaraq düşsə də mədəni quruculuq olaraq aid deyil deyə götürmür. Məktəblərin milliləşdirilməsi 1918 avqust ayıdır. İlk parlamentin fəaliyyətə başlaması dövlət quruculuğu olsa da il olaraq düşmür. Çünki 1918 7 dekabrda fəaliyyətə başlamışdı parlament. Burada olacaq nə? B bəndi 14-də. 15-ci sual. Uyğunluğu müəyyən edin. Albaniya eramızdan əvvəl 1-ci əsrin 60-cı illəri, 1-ci əsrin 30-cu illəri. Roma qoşunlarının hücumlarına məruz qalması doğrudur. Biri A-dır, biri A-dır. Padişah Kolis padişah deyil, sərkərdə olduğu üçün yanlışdır. Roma ilə sazişin imzalanması, bəli. Biri AC olacaq. Biri AC olduğu üçün bir dənə variant qalır, cavab olacaq B bəndi. 2-yə də C olacaq. 1-ci əsrin 30-cu illəri Roma ilə mübarizədə məğlub olması 36-cı il. 16-cı sual. Vətən İkinci Qarabağ müharibəsinin 2016-cı ilin aprel döyüşlərindən fərqli cəhətini müəyyən edin. Cəbhənin şimal və cənub rayonlarında hərbi əməliyyatların həyata keçirilməsi bu hər ikisinin üçün oxşar cəhətdir, fərqli deyil. Ölkədə qismən səfərbərlik elan edilməsi, bəli, bu fərqlidir. Hərbi əməliyyatların erməni silahlı birləşmələrin təxribatlarına cavab tədbiri olaraq başlaması, bu da oxşardır. Bunu da götürmür, çünki bizdən fərqliyini soruşur. Hərbi əməliyyatların fərqlərindən yüksək hərbi adlar modellərinin verilməsi, bu da oxşardır, bunu da götürmürük. ABŞ-ın atəşkəs elan edilməsi üçün vasitəçilik etməsi, bəli, bu doğrudur. Cavab nə olacaq? 2 və 5-dir, A bəndi. 17-ci sual. Şirvanşah 1-ci Xəyalullahın fəaliyyət dövrü üçün xarakterik idi. Yəni 1417-62-ci illər. Yadda saxlayın ki, Xəyalullah nədir? Burada Səfəvilərə qarşı mübarizə aparmış olacaq. Deməli, Qaraqoyunlu Cahanşahla müttəfiq olur. Kimə qarşı? Ərdəbillər kimi Şeyx Cüneydə qarşı. Teymur Şahruxla Qaraqoyunlular əleyhinə ittifaqa girməsi bu aid deyil. Teymur Şahruxla ittifaqa girib Ağqoyunlular əleyhinə yox, Qaraqoyunlular əleyhinə. Hətta kimi Teymur Şahrux idi, Ağqoyunlular idi və Xəyalullah idi. Kimə qarşı birləşmişlər? Qaraqoyunlulara qarşı. Səfəvi dövlətinin asılılığını qəbul edilməsi. Səfəvi dövləti yox idi həmin dövrdə ki, onların asılılığı qəbul etsin. Səfəvi dövlətinin hərbi qüvvələri toqquşması, bu da yanlışdır. Baxın, test işləyəndə bu Səfəviləri görən kimi götürüb bunu yazada bilərsiniz. Amma yanlışdır. Çünki bilməlisiniz, Səfəvi dövləti nə vaxt yaranmışdı? 1501-ci ildə yaranmışdı. Amma söhbət kimdən gedir? 1417-62-dən gedir. Bu dövrdə heç o yox idi, Səfəvi dövləti. Qaraqoyunlu Cahanşahla hərbi ittifaqa girməsi, cavab olacaq D bəndi. Alaşkert döyüşündə Teymurilərlə birlikdə Qara Yusifə qarşı vuruşması, bu da yanlışdır. Alaşkert döyüşündə Qara Yusif yox idi, 1420-də ölmüşdü. Baxın, belə test yerləşdirəndə, belə test salırlar imtahana. Və adətən düzgün cavab D bəndində. D-ni ya bura qoyurlar elə, ya da aparıb axıra qoyurlar. Və Səfəvi siz görəndə artıq belə deyək də,
Axı siz Səfəvi hakimliyi ilə mübarizəsini keçibsiz, Samur döyüşü, 1460-cı il döyüşü, 1460. Səfəvilər oradan yadınızda qalır. Heç siz burada dövlətə baxmırsınız. Burada dövlətə baxmırsınız. Bu iki cavabdan və yaxud da iki cavabdan heç bir dənə dövlət orada, iki dənə dövlət olmur. Bir dənə variantda cəmi dövlət yazılır. Və o dövlət yazanı yazırsınız və səhv çıxır. Sonra da gəlib evdə baxanda görürsünüz ki, ay vay, nədir, səhv yazmışıq, dövləti görməmişik. Bunun üçün də nə etmək lazımdır? Axırıncı sözə qədər cavabları oxumaq lazımdır. Sualı düzgün oxumaq lazımdır və bütün variantları axıra qədər oxumaq lazımdır ki, düzgün cavabı tapasınız və hər hansı bir mexaniki səhv olmasın. 18-ci sual. 1991-ci il Azərbaycan Respublikasının müstəqilliyini tanıyan dövlətləri müəyyən edin. Burada biri İran olacaq, biri də ki Pakistan olacaq, 1 ilə 4 cavab olacaq D bəndi. 2 İraqdır, 3 Monqolistandır, burada verilənlərdən 5 də Yunanistan ərazisidir. Delhi Sultanlığı və Azərbaycan 13-cü əsr tarixi üçün səciyyəvi idi. Zəmindarlıq alanı torpaq sahibinin geniş yayılması xeyli yanlışdır. Bu Delhi Sultanlığına aiddir. İslam dini yayılmağa başlamışdı. Bu da yanlışdır. Delhi Sultanlığında 13-cü əsrdən yayılmağa başlasa da Azərbaycanda İslam dini nə vaxt yayılmağa başlamışdı? 7-ci əsrdə ərəblər gələn zaman yayılmışdı. Monqolların hərbi yürüşünə məruz qalması bəli, bu olacaq cavab C bəndi olacaq. Əmir Teymurun hərbi yürüşünə məruz qalması yanlışdır. 13 yox, əgər 14-cü əsr yazsaydı, Əmir Teymurun hərbi yürüşünə məruz qalmasını götürə bilərdik. Amma 13-cü əsrdə isə Monqollar olacaq. Ölkənin inzibati cəhətdən mahal məntəqələri bölünməsi Delhi Sultanlığına aid deyil, Azərbaycana aiddir. 20-ci sual. Şirvanşahlar dövlətinin 12-ci əsrin birinci yarısı və tarixinə aid olanları göstərin. 12-ci əsrin birinci yarısı. Baxın, siz də test işləyəndə 12-ci əsrin birinci yarısı deyir, 1100 və 50-ci illəri. 1150-ci illər. Yəni, bu dövrü soruşur. 12-ci əsrin birinci yarısı tarixinə aid olanlar və bu dövrdə kimə hakimiyyət edir? 3-cü Mənçöhr. 1120, 1160, eləmi? Yəni, bu dövrlərdə o təxminən hakimiyyət edir. Yəni, onun dövrünə aid olanları götürməliyik. Axsitanın ölkəni idarə etməyə başlaması bu aid deyil, bu ikinci yarısına aiddir, bizdən birinci yarısı soruşur. Səlcuq türklərlə dostluq münasibətlərinin pozulması, bəli, bu doğrudur. Fərbürcün dövləti müstəqil idarə etməyə başlaması yanlışdır. Fərbürc 1060-96-cı illərdir. Monqol yürüşlərinə məruz qalması 12-ci əsrdə Monqol yürüşləri deyildi. Monqol yürüşləri nə vaxt olmuşdu? Yadımıza salaq ki, 1220-22-də başlamışdı birinci Monqol yürüşləri, o da 13-cü əsrdir. Baxın, onu da deyim, Monqol yürüşləri yazır bura. Bunu siz 12-ni 13 kimi də görürsünüz və belə deyək də, bu 12-ni yazanda bura 12-ci əsrdə yaza bilərsiniz ki, gözünüzə dəysin ki, artıq biləsiniz ki, nəyi axtarırsınız. Və Monqol yürüşləri bilirsiniz, 1220-22-dir. Bu 12-ci əsri 13-cü kimi sizin belə deyək də, beyniniz qəbul edir. Onda da səhv edirsiniz. Ona görə çox diqqətli olmaq lazımdır. 5. 4-cü Davidin ölümündən sonra Gürcü qoşunlarının Şirvandan qovulması, bu da doğrudur. 1124. Burada nə olacaq? Cavab 2, 5 olacaq. Cavab olacaq, deməli, D bəndi. Uyğunluğu müəyyən edin. Deməli, uyğunluğu müəyyən edin. Düz tapırıq. Türk tayfası olan peçeniklərlə mübarizə Xəzər xəqanlığının zəifləməsi doğrudur. Daha sonra Qutluq xanın başçılığına qarşı hərəkət 2-ci Göytürk dövlətinin yaranması doğrudur. 6-8 cavabımız olacaq 1-2 Y bəndidir. Digərlərinə baxaq. Səlcuqların Qəzvin şəhərinə ələ keçirməsi, Qəzvinlər dövləti süqut edilməsi yanlışdır. Deməli, Gürcülər Qəzvin şəhərinə ələ keçirdilər. Qəzvinlər paytaxtı Lahora köçürdülər. Sonra Gürcülər Lahorda tutdular 1187-də və Qəzvinlər dövləti süqut etdi. Uyğur tayfalarının üsyanı, Göytürk dövlətinin süqutu yanlışdır. Bu ikinci Göytürk olsaydı doğru olardı. Cavabımız olacaq nə? 1-2 Y bəndi. 22-ci sual. 19-cu əsrin 30-50-ci illərində Şimali Azərbaycandan fərqli olaraq Cənubi Azərbaycanda, yəni Cənubi Azərbaycana aid olanı götürürük biz. Bura bir dənə plus qoyaq. Dövlət xidmət müqabilində tüy torpaqlar paylanırdı. Dövlətə xidmət müqabilində. Bu Şimali Azərbaycana aid olsa da Cənubi Azərbaycana aid deyil. Bu yanlışdır. Yəni bizə deyir ki, Şimali Azərbaycandan fərqli olaraq Cənubi Azərbaycanda, yəni Cənubi Azərbaycanda baş verəni götürməliyik. Bilirik ki, tüy torpaqları Şimali Azərbaycanda verilirdi. Erməni Çar Rusiyasına sədaqətlə xidmət edənlərə bu dövrdə verilirdi. Amma Cənubi Azərbaycanda yox idi.
Qacarlar sonrası nümayəndəsi tərəfindən idarə edilirdi. Bəli, doğrudur. Mövcud rejimə qarşı xalq çıxışları Şimali Azərbaycanda olmuşdu, aid deyil. Götürmük Cənubi Azərbaycana aid deyil. Hökumət bir sıra xanlıqların daxili müstəqilliklərini saxlamışdı. Bu da doğrudur. Cavabımız elə olacaq nə 2 və 4 C bəndi. Dini idarələrə məxsus torpaqlar mövcud idi. Bu hər ikisində var idi. Ona görə cavab C bəndi olacaq. 23-cü sual. Deyir ki, ABŞ-ın vasitəçiliyi ilə Misir-İsrail sazişinin imzalanması bu 1978. Daha sonra Qəzza ƏLH 1993. SSR-nin Əfqanıstan qoşun yeritməsi 1979. Birinci nə olur? 1, 3, 2. Daha sonra 24-cü sual. Deməli, 2-ci əsrin ikinci yarısı. Baxın, 2-ci əsrin ikinci yarısı nədir? Eramızdan əvvəl 150, 100. Bu 2-ci əsrin ikinci yarısıdır. Senatın müharibə və sülh məsələləri. 2-ci əsrin ikinci yarısı Roma tarixinə aid xüsusiyyətlər. Senatın müharibə və sülh məsələlərini həll etməsi. Bu doğrudur. Xəzər dənizinin qərb sahilərinə keçməsi yanlışdır. Maqnesiya döyüşünə səyyahçıların məğlub edilməsi yanlışdır. Çünki 190-dır. 2-ci əsrin ikinci yarısı yox, bu 2-ci əsrin birinci yarısıdır. Eramızdan əvvəl 190. Konsullar tərəfindən idarə edilməsi doğrudur. Deməli 1, 4. Yunanistanın itaəti altına alınması doğrudur. 1, 4, 5. Pun müharibələrin başlanması 264-cü ildir. Deməli, ona görə də bu yanlışdır. O 3-cü əsrdir. 1, 4, 5 olacaq cavabımız. Daha sonra deməli 25-ci sual. 4-cü əsrin birinci yarısı Albaniya tarixi üçün xarakterik amilləri müəyyən edin. 4-cü əsrin birinci yarısıdır. Baxın, yenə 300, 350. Aşağıdakılar Sualəsi tərəfindən doğrudur. Sasani şahı 1-ci Şapurla müttəfiq münasibətdən mövzu olmaz. Baxın, 1-ci Şapur, 1-ci Vaçedir. 250-ci illərdir. 1-ci Şapur, 1-ci Vaçe. 250-ci illər. Daha sonra deməli 1-ci Şapur, 1-ci Vaçe. İkisi də nədir? 1-dir. Eləmi? 2-ci Şapurda isə o Urnayırdır. Bunu yadda saxlayın. 1-ci Şapur 1-ci Vaçedir, 250-ci illərdir. Urnayırla isə 2-ci Şapur 350-ci illərdir. Burada onun üçün bir cavab olacaq, 2 cavabımız olmayacaq. Qərbi Roma İmperiyası qoşunları ilə mübarizə aparması. 350-ci illərdə Qərbi Roma İmperiyası var idi. Xeyr. Qərbi Roma İmperiyası nə vaxt yaranmışdı? 395-də. Onun üçün 3-də deyil. Vaçe Sasanaya qarşı mübarizə 450-ci illərdir. Bu da deyil. 5 olacaq. Dövlətin daxili müstəqilliyini qoruyub saxlaması. Cavab olacaq nə? 1 ilə 5. 26. SSR 1923-36-cı illər arasındakı dövrünə uyğun olan ifadələri müəyyən edin. Yeni iqtisadi siyasət. Çünki yeni iqtisadi siyasət 1925-ə qədər var idi. Burada 23-36 deyir. Kollektivləşmə 29-da başlamışdı. Bir də inzibati hamiləlik 1, 2, 5 olacaq 26-cı sualda. 27-ci sual. Uyğunluğu müəyyən edin. Deməli, əsasının Azərbaycan şimalında qoyulması. Baxırıq, Şirvanşahlar var, götürürük və Şəddadilər var, götürürük. Daha sonra 10-cu əsrdə vahid dövlətə birləşdirilmişdir. Sacı və Salarilər olacaq. B ilə D olacaq. Asan tipli sualdır. Daha sonra gəlir mənbə sualına. Deyir ki, 20-ci əsrin 20-ci ildən ortalarında müttəfiq respublikalarında, o cümlədən Azərbaycanda SSR-nin sosial-iqtisadi həyatında əsasən 1-ci Dünya müharibəsindən əvvəlki səviyyə bərpa olundu. Buna baxmayaraq, ölkə texnik və iqtisadi baxımdan olduqca geri qalırdı. Sənayinin müasir sahələrini yaratmaq, ölkənin elmi-texniki potensialını yüksəltmək lazım idi. Cəmiyyətin ictimai-iqtisadi, maddi həyatının yeni dövrün tələblərinə uyğun yeniləşdirilməsi zərurəti ilə əlaqədar olaraq islahatların həyata keçirilməsinə başlanıldı. Bu 1925-ci ildən sonra keçirilən islahatlardır. Deyir, tarixi bilgilərinizə əsasən mənbədə haqqında bəhs edən sosial-iqtisadi tədbirlər sisteminin tarixə hansı adla daxil olduğunu müəyyən edərək yazın. Nə idi? Sənayeləşdirmə. Sənayeləşdirmə xətti elan etdilər ki, beləliklə bütün sahələri inkişaf etdirsinlər. 28 olacaq sənayeləşdirmə. 29. Tarixi bilgilərinizə əsasən mənbədə haqqında bəhs edilən siyasət həyata keçirilərkən Azərbaycanda SSR-də daha çox diqqət etdirilən ikinci sənaye sahəsini müəyyən edin.
Birinci sənaye sahəsi neft idi, ikincisi elektrik enerjisi idi. 30-cu sual. Tarixi biliklərinizə əsasən mənbədə bəhs edilən siyasətin nəticəsində Azərbaycanda SSRİ-də neft sənayesinə, neft istehsalının artmasından başqa baş verən iki yeniliyi müəyyən edərək yazın. Nə idi? Bakı-Batum neft kəmərinin çəkilməsi başa çatdırıldı. Neft maşınqayırma sahəsi yenidən quruldu və yeni neft yataqları belə istismara verildi. Bunların hər birini yaza bilərsiniz.